Eramızdan əvvəl 7-ci əsrin başlanğıcında Azərbaycan və Ön Asiya ərazilərində İskit Sak dəstələri göründü. Şimali Qafqazdan Dərbənd keçidi vasitəsilə sürətlə hərəkət edən İskit döyüşçü dəstələri Cənubi Qafqazın və Ön Asiyanın müxtəlif ərazilərində məskunlaşdılar. İskitlər tərəfindən sıxışdırılan Kimmerlər isə Azərbaycanın şimal torpaqlarında, indiki Qazax və Zaqatala bölgələrində məskunlaşırlar. Bu yerlərdə onlarla bağlı Qımır, Qımırlı və Kəmərli yer adları olduğu bu fikri təsdiqləyir. Araz və Kür çayları arasındakı ərazidə məskunlaşan Saklar burada Massaget padşahlığını yaradırlar. Manna hüdudlarına gələn İskitlər ilk növbədə burada Urartu, Van padşahlığını özlərinə tabe edirlər. Burada İskitlərin qarşısında tab gətirəcək ordu yox idi. İldırım sürəti ilə hərəkət edən İskit atlıları cəsur və döyüşkən olduqlarından az bir vaxtda Ön Asiyanın böyük bir hissəsini özlərinə tabe edirlər. Hərbi dəstələrin başçısı İspakay tutduğu ərazidə İskit Sak padşahlığını yaradır. Bu dövlətin ərazisi Urartu ilə Manna arasında yerləşir, Urmiya gölünün şimalından cənubuna qədər olan torpaqları əhatə edir. İskitlər Ön Asiyaya gələn dövrdə burada şiddətli müharibələr gedirdi. Midiya və Manna dövlətləri Assuriya ağalığına qarşı mübarizə aparır, azad və müstəqil olmağa cəhd edirlər. İskitlər Manna və Midiyada yaşayan türk soylu tayfalarla tezliklə anlaşa bilirlər. Soykök etibarilə eyni olan bu tayfaların apardığı mübarizəyə dəstək vermək qərarına gələn İskitlər hərəkətə keçirlər. Assuriyanın zəngin sərvətləri, Mannalı və Midiyalılarla qan qohumluğu onları bu mübarizəyə sövq etdi. Qaçaraq atlarına minən İskitlər sürətli hücumlarla Assuriya torpaqlarına daxil olub, onun başlıca şəhər qalalarını tutdular. Assurların vəziyyəti getdikcə ağırlaşırdı. Bu dövrdə Ön Asiyanın ən qüdrətli dövləti hesab olunan Assuriya İskit dəstələrinin əlindən aciz qalır. Cəsur sərkərdə İspakayın hücumları ara vermir. İldırım kimi işıqlayan döyüşçülər Assuriya ordularını bir-birinin ardınca məğlubiyyətə uğradırdılar. Assuriyanın vəziyyətinin ağır olduğu döyüşlərin birində İskit sərkərdəsi İspakay təsadüf nəticəsində öldürülür. Başçısını itirmiş İskitlər mübarizəni dayandırmağa məcbur olurlar. Bundan istifadə edən Aşşurlar İskitlərin yanına elçi göndərib barışıq təklif edirlər. Elçi heyəti çox qiymətli hədiyyələrlə yeni seçilmiş İskit padşahının yanına gələrək barışıq təklif edir. Yeni padşah Assuriya ilə ittifaq yaradır. İskitlər üçün sərfəli olduğu üçün onlar uzun müddət bu ittifaqa sadiq qalırlar. Bu ittifaqdan faydalanan İskitlər Mannanı özlərinə tabe edir, Midiyanı da asanlıqla tuturlar. İskitlər padşah Madinin hökmdarlıq dönəmində bir sıra hərbi uğurlar qazanırlar. Ön Asiya xalqlarının əksəriyyətini özlərinə tabe edərək İskit, Sak padşahlığını qüdrətli bir dövlətə çevirirlər. Onların qüdrəti hətta öz müttəfiqləri olan Assurları belə qorxuya salır. Herodot göstərirdi ki, İskitlər burada 28 il ağalıq edirlər. Assuriya padşahı İskit zərbələrindən can qurtarmaq məqsədi ilə onları Kiçik Asiya üzərinə yürüşlər etməyə həvəsləndirir. Madinin Kiçik Asiyaya aramsız hücumları İskitlərin qüdrətini sarsıdır. Eramızdan əvvəl 623-622-ci illərdəki hərbi səfərlərin birində Assurlar çox ağır vəziyyətə düşür. Midiya padşahı Kiaksar Assur ordusunu məğlub edir, onun paytaxtı Ninevyanı tutaraq yandırır. Müttəfilik ənənələrinə sadiq qalan İskitlər bu anda Assuriyaya kömək etmək qərarına gəlirlər. İldırım sürətli İskit atlıları qəflətən Midiyalıların düşərgəsinə soxulur, onları darmadağın edirlər. Kiaksar qaçmağa məcbur olur. Nineviya xilas edilir. Midiyanın zərbələri Assuriyanın hərbi qüdrətini zəiflətdiyindən Ön Asiyada İskitlərin özlərinə bərabər müttəfiqi qalmır. Bunu görən Madi keçmiş düşməni Kiaksarla barışır, onunla Assuriyaya qarşı ittifaq yaradır. Eramızdan əvvəl 612-ci ildə İskit, Midiya və Babilin birləşmiş qüvvələri yenidən Nineviyanı tutur. Bu ittifaqın ömrü uzun olmur. Eramızdan əvvəl 590-cı ildə Midiyanın Lidiyaya qarşı müharibəsində İskitlər Lidiyalıların tərəfinə keçirlər. Yüksəliş dövrü keçirən Midiya ordusu qalib gəlir. Bağlanmış müqaviləyə əsasən İskitlər Ön Asiyanı tərk edərək öz vətənlərinə, Qara dənizin şimal sahillərinə dönməyə başlayırlar. Uzun sürən şiddətli çarpışmaların nəticəsində İskit padşahlığı öz qüdrətini itirir və eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Midiya ilə rəqabətə davam gətirə bilməyib tənəzzülə uğrayır. Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı İskitlər üçün səciyyəvi olan silahlar, ox və nizə ucluqları, qılınclar, tunc güzgülər və s. tapılmışdır. İskitlər Azərbaycanın və qonşu ölkələrin hərb sənətinə çox güclü təsir göstərmişlər. İskit silahları daha mükəmməl olduğu üçün böyük əraziyə yayılmış, onlardan bir çox xalqlar, o cümlədən Azərbaycan tayfaları da geniş istifadə etmişlər.